Bu dünyanın yox uymuş etibarı, insanların yox uymuş vəfası, yalnız sözlər və gözəl cümlə düzümləri, həqiqətdə gerçəkdə isə yalan və xəyanət. Tarix söylüyor ki, qəbilələr, ölkələr binövrədən müharibələr edib qan töküblər. Nə qədər insanların gözləri yaşlı qalıb. Bu günədək bu qəddarlıq, bu zalımlıq davam edib. Bəs o zaman dinlədiyimiz kəlamlar, əxlaq örnəkləri harda qaldı? Yoxsa biz hələ heyvanlardan sadəcə zahirən fərqlənirik? Aman Allah, nədən bu haqsızlığın qarşısını almırsan? Cahil olsa belə sən yaratmamsan insanları, canlıları, bəşəri. Bəlli ki, hər əməldə, hər olacaqda bir çıxacaq və bir xeyri var. Amma bu günlərdə müasirliyin yüksək səviyyəsi olan zamanda qan nə gərək? İstənilən şəraitdə, istənilən məkanda insanlar yaşaya bilməzmi? Yoxsa bu insanlar o dərəcədə nankör olublar ki, şeytanlar belə matməəttər qalıb. Yox artıq, acı həqiqət. Bəs onda hansı üzlə uşaqlara əmr edib tərbiyədən bəhs edirik? Məncə, qara qüvvə dedikdə bizim öz yalan və səhvlərimizin fəsadlarıdır. Hər şey öz qaydasında, qədərində olsa, bütün məsələlər kütləvi qətillərlə deyil, cüzi əziyyətlərlə yekunlaşar. Nədən? Nədən bu insanlar əminamanlıq, gözəl həyat sonluğu deyil, acı ağrı içində qıvrılmağı üstün bilirlər, o dünyaların cəhənnəm edərək.